Təbii ki, lazerin effekti ola bilir, amma orada çatışmayan cəhət odur ki, müvəqqəti effekti var və tez-tez, yəni belə deyək, hər il demək olar ki, bu icra olunmalıdır ki, o istənilən effekt əldə edilsin. Biz öz təcrübəmizdə əsasən vaginoplastikaya üstünlük veririk. Niyə? Çünki bayaq dediyim o əzələni yığmaq, yəni hansı ki, o lazer prosedurunda təbii ki, mümkün deyil. Çünki o xüsusi cərrahi yolla yığılmalıdır. Bütün uşaqlıq yolunun bütün toxumalarını yığmaq, öndə var, arxada var, sidik kanal, altı, aralıq. Bizim təcrübəmizdə əsasən biz həm anatomik olaraq quruluşun bərpasına, həm də funksional bərpasına üstünlük veririk. Yəni uşaqlıq yolu doğuşdan qabaq nə formada olubsa, nə funksiya daşıyıbsa, həmin onu da əməliyyat yolundan əldə etməyə çalışırıq. Bu da təbii ki, konservativ üsullarla onu əldə etmək bir qədər çətindir. Çünki dediyim kimi, bir çox doğuş keçirən xanımlarda əzələlərin aralanması baş verir ki, bunun da yalnız cərrahi yolla aradan qaldırmaq mümkündür.